Müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, DİM 2025-də mexaniki iş güc bölməsində belə bir maraqlı sualla sizi tanış eləmək istəyirəm. Deməli, elastiki qüvvənin modulunun yayın uzanmasından asılılığına əsasən yayı 0-dan 3x0-a qədər uzatmaq üçün görülən işi hesablayın. Yayı x0-dan 2x0-a qədər uzatmaq üçün görülən iş 3 coldur. Deməli, biz bilirik ki, f ilə x düz mütənasibdir. Yəni ki, deməli, x0-a uyğun f-in qiyməti f-dir. 2x0-a uyğun f-in qiyməti olsun 2f. 3x0-a uyğun da f-in qiyməti olsun, deməli, 3f. Bizə verilən şərt nədir? x0-dan 2x0-a qədər uzatmaq üçün görülən iş 3 coldur. x0-dan 2x0-a. Deməli, fx qrafikində fiqurun sahəsi görülən işdir. Deməli, x0-dan 2x0-a qədər görülən işi tapmaq üçün fiqurun sahəsi, trapesiyanın sahəsi. Trapesiyanın da sahəsi oturacaqlarının cəminin yarısı vur hündürlük. Deməli, bir oturacağı olacaq f plus, bir oturacağı budur. Oturacaq paralel tərəflərə deyirlər. Digər oturacağı 2f böl 2. Hündürlüyü də 2x-dan 2x0-dan x0 çıxdım, qaldı x0. Bu da bərabərdir. Deməli, olacaq 3f x0 böl 2. Bu bizə verib 3. Deməli, mən avtomatik buradan fx0-ı tapa bilərəm də. 3-lər gedir, qalır 2. Bunu burada saxlayıram. İndi bizə deyir ki, deməli, 0-dan 3x0-a qədər uzatmaq üçün görülən işi tap. Deməli, bu fiqurun sahəsini tapıram. Üçbucağın sahəsi. Üçbucağın da sahəsi oturacağı ilə hündürlük hasilinin yarısıdır. Oturacağı 3x0-dır. Hündürlük 3f-dir. Böl 2. Bu da bərabər olacaq 9 dənə f x0 böl 2. Biz f x0-ı tapmışıq 2-də. Gətirib burada yerinə yazanda olacaq 9 vur 2 böl 2. Bu da eləcə 9 joule. Demək, cavab olacaq 9 joule. Diqqətinizə görə sağ olun.